Məhəbbət iksiri. İkinci bölmə, birinci fəsil. Ruhi yüksəliş və mənəvi tərəqqi. İlahi təlim tərbiyə. Şeyxin mənəvi kamalları və yüksək məqamları onu yaxından tanıyan, onunla tanış olan hər bir şəxs üçün məlumdur. Bu böyük mənəviyyatlı şəxsiyyətin həyatı ilə əlaqədar yaranan əsas sual bundan ibarətdir ki, necə oldu ki, o insaniyyətin yüksək məqamlarına nail oldu? Necə oldu ki, elmiyyə hövzəsi və ali məktəblərin rəsmi dərslərindən heç bir bəhrəsi olmayan bir şəxs elə bir məqama çatdı ki, təkcə adi cəmaət deyil, hövzədə və universitetlərdə təhsil alan şəxslər də onun hidayətinin bərəkətlərindən istifadə edib bəhrələndilər. Bir sözlə, Cənab Şeyxin birdən-birə ruhi yüksəlişinin və müvəffəqiyyətin qazanmasındakı sir nədir? Hansı ustadın məktəbində tərbiyə görmüş və onun mənəvi tərbiyəçisi kim olmuşdur? Şeyxin mürşidləri. Cənab Şeyx hövzə və universitetlərdə rəsmi şəkildə oxunan dərslərdən bəhrəsiz olduğuna baxmayaraq, böyük elm, mərifət və mənəviyyat sahiblərinin huzurunda olmuşdur. İmam Xomeyninin müəllimi mərhum Ayətullah Məhəmmədəli Şahabadi, Ayətullah Mirzə Məhəmməd Təqi Bafiqi və onun ustadı olmuşdur. Şeyx iki böyük alimin, Seyyid Əli Müfəssir və Seyyid Əli Qərəvinin dərslərindən də bəhrələnmişdir. Şeyx rəsmi olmayan bu təhsillərinin nəticəsində Quran-ı Kərim və İslam rəvayətləri ilə dərindən tanış olmuşdu. O təşkil olunan məclislərdə Qur'anı, hədisləri və duaları tərcümə və təfsir eləyir, ondan elə incə mənalar çıxarırdı ki, digərləri çox az ona diqqət yetirirdilər. Buna əsasən Cənab Şeyxin İslam marifi ilə olan tanışlığı və bu kimi böyük şəxsiyyətlərdən istifadə eləməsi nəticəsində əldə olunmuşdur. Lakin onun mənəviyyatında böyük dəyişikliyə və ruhi sıçrayışa səbəbi başqa yerdə axtarmaq lazımdır ki, o şeyxin həyatında dönüş nöqtəsi olmuşdur. Şeyxin mənim ustadım olmamışdır deməsi də məhz bu dönüş nöqtəsinə işarə eləyir. Cənab Şeyxin müridlərindən biri belə deyir: Şeyx buyururdu, mənim ustadım yox idi. Lakin mərhum Şeyx Məhəmməd Təqi Bafiqinin Həzrət Əbdüləzim əleyhissalamın pak hərəmində bərqərar olunan dərslərində iştirak eləyirdim. O məna əhli idi. Gecələrin birində məclisə baxıb mənə xitabən buyurdu: Sən müəyyən məqamlara çatacaqsın. Nəql olunduğuna görə Ağa Nəcəfi İsfahani adı ilə məşhur olan Ayətullah Mirzə Camal İsfahani Hacı Ağa Nurullah İsfahaninin qardaşıdır. O Rıza xanın hakimiyyətinin əvvəllərində Tehran bazarında olan Seyyid Əzizullah məscidində imamlıq eləyirdi. Onun məclisləri haqqında mərhum Şeyx Rəcəbəlidən nəql olunur ki, o belə deyirmiş: Ağa Camalın minbərdəki moizələri Allah aşiqi yetişdirirdi. O, Rıza xan hökuməti ilə müxalifət elədiyinə görə İsfahana sürgün edildi və orada da şəhadətə çatdırıldı. Onun qəbri Təxt Fulad qəbristanlığında yerləşir. Doktor Əbülhəsən deyir, Cənab Şeyx ilə İsfahandakı həmin qəbristanlıqda idik. Bir qəbrin yanında oturduq. Buyurdu, bu qəbrin sahibi mənim ustadım olmuşdur. Hüccətül İslam Kərimi Ayətullah Seyyid Kazım Əsəddən Əmir əl-Möminin əleyhissalamın Ayətullah Mirzə Camal İsfahani barəsində olan kəramətlərindən maraqlı bir əhvalat danışmışdır. O hadisə belədir. Həzrət Ayətullah Əssar Tehranın Şəhid Mütəhərri ali səviyyəli mədrəsəsində əsfar dərsini tədris eləyirdi. Mən Kərəməli Kərimi Qərtəmani mədrəsənin 6 illik kursunu onun və sair müdərrislərin huzurunda keçirmişdik. Onun barəsində baş verən birinci möcüzəli hadisəni gözlərindən yaş axan halda əsfar dərsində bizə belə nəql elədi. Həzrət Ayətullah Hacı Ağa Camal Nəcəfi İsfahani o zaman Pəhləvi hökuməti tərəfindən Tehrana sürgün olunmuşdu və bazarın Hacı Seyyid Əzizullah məscidində cəmaət namazı qılırdı. O, sübhlər Mərvi mədrəsəsində tədris eləyirdi. Onun dərsləri çox yüksək səviyyəli və dolğun olduğundan Mərvi mədrəsəsinin elm əhlindən olan alim və tələbələrin yığıldığı məkana çevrildi. Hamı onun dərslərindən faydalanmaq istəyirdi. Hətta imam cəmaatlardan bəziləri ona qarşı həsəd aparırdılar. Buna görə də bir yığıncaq təşkil edərək onun savadsız olduğunu isbat eləmək istəyirdilər. Onlar ruhaniləri öz ətrafına yığaraq qərar almışdılar ki, Hacı Ağa Camal İsfahanini 3 dərs barəsində imtahana çəksinlər. 1. Fəlsəfə,
2. Fiqh, 3. Üsul. Cənab Əssar buyururdu, ondan fəlsəfədən, yəni Əsfar kitabından imtahan götürməyi mənə həvalə elədilər. Adlarını unutduğum 2 nəfər də ondan fəlsəfə və fiqh barəsində imtahan tutmağa məmur oldular. Qərara alındı ki, biz 3 nəfər onun dərsinə gedib, hər birimiz sinifin bir tərəfində oturub, dərs əsnasında ondan sual eləyək. Mən Əsfar kitabını özümlə götürdüm. Dərsin ortasında Hacı Ağa Camal fəlsəfi bir mətləbi izah eləyərkən ona bir sual verdim. O minbərin üstündən mənə diqqətlə baxıb buyurdu. Mən sizin cavabınızı belə sadəliklə vermərəm. Siz Əsfarı istədiyiniz yerdən açın və səhifənin əvvəlini mənim üçün oxuyun. Mən onun dediyi kimi eləyib açdığım səhifənin 1-ci cümləsini oxuduqda kifayətdir, dedi. Həmin səhifəni heç bir səhv və xəta olmadan əvvəldən axıradək əzbərdən dedi, tərcümə də elədi və buyurdu, siz məni imtahan eləməyə gəlmisiniz? Mənim özümə aid eləməyə heç nəyim yoxdur. Hər nəyim vardısa, Mövla-i Mütəqqiyyan əleyhissalam tərəfindəndir. Sonra Hacı Ağa Camal Əmir-əl-Möminin əleyhissalamın kəramət və möcüzəli işləri barəsində belə nəql eləyir. Mən 40 il Nəcəfdə elmlə məşğul oldum. İctihad dərəcəsinə nail olub yüksək elmi səviyyəyə çatdım. Atam bir dəstə alimi mənim ardımca göndərdi ki, İsfahana qaydam və İsfahanın elmiyyə hövzəsinin başçılığında öhdəmə alam. İrana yola düşmək istədim, lakin gecə gözlənilmədən qorxunc bir xəstəliyə tutuldum və 40 gün huşsuz halda qaldım. 40 gündən sonra Allah mənə mərhəmət elədi, təlliyib huşa gəldim. Ayıldıqda gördüm ki, ömrümün əvvəlindən öyrəndiklərimin hamısını unutmuşam. Çarəsizlikdən Əmir-əl-Mömininin əleyhissalamın müqəddəs hərəminə gedib yalvarmağa başladım və bərkdən ağladım. Həzrəti ərz elədim, ağa, 40 il müddətində sizin süfrənizin başında əyləşib, sizin elminizi əxz eləmişdim. İndi vətənə qayıtmaq istəyirəm, amma əlim boşdur. Siz kərəm dəryasısınız. Bu zaman mərhum Əssar ağlamağa başladı. Mərhum Hacı Ağa Camal buyurdu, o qədər ağladım ki, huşdan getdim. Yarı yuxulu və yarı oyaq halda Mövlamı gördüm. Ağa şəhadət barmağını ağzıma qoydu və mənə nəvaziş göstərdi. Huşa gəldim və evə qaydanda gördüm ki, ömrümün əvvəlindən oxuduqlarımın hamısını əzbərə bilirəm. Sonra Ağa Camal ağlayıb buyurdu, cənablar, mənim özümdən heç nəyim yoxdur. Hər nəyim varsa Əmir-əl-Möminin əleyhissalamdandır. Gəlin məni imtihan eləyin. Mən Allahın köməyi və əleyhissalamın inayəti ilə oxuduğum dərslərin hamısını əzbərdən bilirəm. Cənab Ənsar burada ağlayaraq deyirdi, bu hadisəni Hacı Ağa Camal bəyan eləyərkən orada mənəvi bir dəyişiklik yarandı. Mən qalxaraq o böyük şəxsiyyətin ayaqqabılarını gözümə sürtüb təbərrük elədim. Böyük alim, kamil arif və yorulmaz mücahid Şeyx Məhəmməd Təqi Bafiqi Yəzdi çadıra və hicabla mübarizə hərəkatında Rıza xanla Həzrət Məsumə əleyhissalamın hərəmində qarşılaşdı. Məsələ belə olmuşdu. Rıza xan açıq-saçıqlığı yaymaq və çadranı qadağan eləmək məqsədi ilə öz xanımını qadına yaraşmayan bir geyim formasında Qum şəhərinə göndərmiş və o da müqəddəs məkana hörmətsizlik eləyərək Həzrət Məsumə əleyhissalamın hərəminin eyvanına çıxaraq özünü xalqa nümayiş elətdirmişdi. Bu xəbəri eşidən mərhum Ayətullah Bafiqi tələsik ora gəlmiş, kimsənin bu ehtimalsızlığa etiraz etməyə cürət etmədiyini görüb, özü şəxsən şahın arvadını təhqir eləyərək eyvandan qovmuşdu. Buna görə də Rıza xan onu döyüb hörmətsizlik elədikdən sonra Rey şəhərinə sürgün eləmiş və o da ömrünün axırına qədər həmin şəhərdə yaşamışdır. Bu böyük alimlə yaxından tanış olanlar ondan çoxlu qəribə hadisələr və kəramətlər nəql eləmişlər. Misal olaraq bunu qeyd edirik. Onun xidmətçisi mərhum Şeyx İsmail mənim üçün belə nəql eləyir. Ayətullah Bafiqi ömrünün axırlarında xəstəlik nəticəsində evdən çıxa bilmirdi. Bir gün məndən soruşdu, sən Həzrət Əbdüləzim əleyhissalamın ziyarətinə gedərkən hər üç imam övladını hərəmin daxilindən ziyarət eləyirsən, yoxsa İmamzadə Tahirə çöldən salam verirsən? O zaman hərəmin həyətyanı sahəsi genişləndirilməmişdi. İmamzadə Tahirin hərəmi o birlərindən ayrı idi. Cavabında dedim, İmamzadə Tahiri ziyarət eləmək üçün onun hərəminə daxil olmuram. Sadəcə həyətindən ziyarət eləyib salam verirəm. Şeyx buyurdu, bu iş düzgün deyil. Siz üç böyük şəxsiyyətin hərəminə gedirsiniz, ikisini yaxından, birini isə uzaqdan ziyarət eləyirsiniz.
Bu əməl bir növ ehtiramsızlıq sayılır. Bu dəfə ziyarətə gedəndə Həzrət Tahir əleyhissalamın hərəminə daxil olub onu ziyarət elə və de ki, Axund da salam göndərir. Şeyx İsmail deyir, şeyxin tövsiyələrinə əsasən Həzrət Tahir əleyhissalamın hərəminə daxil oldum. Orada heç kəs yox idi. Şeyxin sözlərini yadıma salıb onun tərəfindən salam çatdırmaq istədikdə məqbərənin daxilindən 3 dəfə ləbbeyk, ləbbeyk, ləbbeyk sözlərini eşitdim. Dönüş nöqtəsi. Mənim, yəni müəllifin nəzərinə görə şeyxin həyatındakı dönüş nöqtəsi və mənəvi dəyişikliyin, ruhi sıçrayışın sirri insanı heyrətə gətirən ibrətli bir hadisə olmuşdur. Şeyxin cavanlığının ilk çağlarında Həzrət Yusuf əleyhissalamın başına gələn bir hadisənin oxşarı onun üçün də baş vermişdi. Bu və bundan sonra baş verəcək hadisələr təcrübi tövhidin nümunələrindəndir. Bu hadisə göstərir ki, Qurani-Kərimin Həzrət Yusuf əleyhissalamla əlaqədar olan hadisələrinin axırında buyurduğu İnnehu men yettəqi və yəsbir fə innəllaha la yuzi'u əcrəl muslimin ayəsi ümumi qanundur və təkcə Həzrət Yusufə aid deyildir. Bu ayənin davamında buyurulur, hər kəs təqvalı olsa və səbr eləyib dözümlülük göstərsə, Allah Teala yaxşı əməl sahiblərinin əməllərini zayi eləməz. Bu hadisə göstərir ki, Qurani-Kərimin Həzrət Musa əleyhissalamın başına gələn əhvalatların da axırında buyurduğu o kamal həddinə çatdıqda ona hikmət və elm əta elədi və biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Hökmləri də ümumi bir qanundur. Qurani-Kərimin nəzərində bütün ehsan əhli və bütün yaxşı əməl sahibləri hikmət nurundan, xüsusi ilahi elmdən bəhrələnəcəklər. Həzrət Yusufun əhvalatına oxşar bir hadisə. Şeyx bu hadisənin təfsilatı ilə çox az adamlar üçün bəyan eləyərdi. Bəzən müəyyən münasibətlərlə əlaqədar olaraq ona işarə eləyərək deyirdi, mənim ustadım yox idi, lakin dedim ki, Pərverdigara, bu işi sənin razılığın xatirinə tərk eləyir və buna göz yumuram. Sən də məni özün üçün tərbiyələndir. Böyük fəqih mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani bu hadisəyə işarə eləyərək buyururdu. Şeyxə Allah tərəfindən xüsusi inayət olunmuşdu. Bu da cavanlıq dövrlərində onun öz nəfsani istəklərinin qarşısını ala bilməsi ilə bağlı idi. Şeyxin özü bu hadisəni onunla görüşdə bəyan eləmişdi. Hüccətül İslam Seyyid Məhəmməd Əli Milani onun huzurunda iştirak elədiyi zaman şeyxin dilindən belə bəyan eləyir. Cavanlıq dövrlərində yaxın qohumlarımızdan olan gözəl bir qız mənə aşiq olmuşdu. Nəhayət bir gün xəlvət bir evdə məni tələyə saldı və mən öz-özümə dedim, Rəcəbəli, Allah səni çox imtahan eləyə bilər. Gəl bir dəfə də sən Allahı imtahan elə. Bu ləzzətli və hazır olan haram işdən Allahın xatirinə keç. Sonra Allaha belə ərz elədim. Pərverdigara, mən bu günahı sənin xatirinə tərk eləyirəm. Sən də məni özün üçün tərbiyələndir. Görüşdə şeyx daha incə nöqtələri bəyan etmişdir ki, onlar 3-cü bölmənin 1-ci fəslində qeyd olunacaqdır. Bu zaman Həzrət Yusuf əleyhissalam kimi çox şücaətlə günah qarşısında müqavimət göstərərək özünü saxlayır və surətlə həmin tələdən çıxıb qaçır. Şeyxin nəfsani istəklərinin qarşısında müqavimət göstərməsi və günahdan uzaqlaşması onun bəsirət gözlərinin açılmasına səbəb olur. Onun bərzəx gözləri açılır, başqalarının görmədiyi şeyləri görür, başqalarının eşitmədiklərini eşidir, belə ki, öz evindən çıxanda cəmaatın bəzilərini onların həqiqi simasında görür. Bəzi qeybi sirləri onun üçün aşkar olur. Şeyxin özündən belə nəql olunur. Bir gün Mövləvi xiyabani ilə Sirus xiyabanının kəsişdiyi yerdən Gəlubəndək meydanına qədər gedib qayıtdım. Bu qədər məsafədə yalnız bir nəfəri adam sifətində gördüm. İlahi tərbiyə necə baş verir? Şeytanın tələsinə düşən bir cavanın Pərverdigara, məni özün üçün tərbiyə elə deyə etdiyi dua çox həyəcanlı və istirablı bir fəzada qəbul olundu. Və bu səadətli cavanın mənəvi həyatında əsaslı bir dönüş yaratdı ki, onu zahiri şeyləri müşahidə eləyən adi insanlar dərk eləməkdə acizdirlər. Rəcəbəli bu təkamülü ilk 100 illik yolu bir gecədə keçmiş və bununla da Şeyx Rəcəbəli Xəyyat kimi məşhurlaşmışdır.
Mənim yarım məktəbə getmədən və yazı yazmadan bir işarə ilə yüzlərlə müəllimlərin ustadı oldu. İlahi tərbiyənin ilk mərhələlərində bu cavanın bəsirət gözü açılır, artıq varlığın batinində, məlakut aləmində başqalarının görmədiyi şeylər görür və başqalarının eşitmədiyi səsləri eşidir. Bu batini təcrübə nəticəsində şeyxdə belə bir etiqad yaranmışdı ki, ixlaslı olmaq bəsirət gözünün açılmasına səbəb olur. Bəsirət gözü. Burada belə bir sual yaranır ki, məyər qəlbin gözü və qulağı vardırmı? Məyər insan zahiri qulaq və gözündən başqa bir şeylə də görüb eşidə bilərmi? Cavabı məlumdur. Həm şiə, həm də sünnilər tərəfindən nəql olunan İslam hədislərində bu suala müsbət cavab verilmişdir. Burada nümunə olaraq onlardan bir neçəsini qeyd edirik. Peyğəmbər əleyhissalam salavatullah buyurur: "Hər bir bəndənin üzündə iki gözü vardır ki, onun vasitəsilə dünya işlərini görür. Onların qəlblərində də iki gözü vardır ki, onunla axirət işlərini müşahidə eləyir." Hər vaxt Allah Teala bir bəndənin yaxşılığını istəsə, onun qəlbindəki gözlərini açır ki, onun vasitəsilə qeybi vədələri görsün və qeybi görmək vasitəsilə də ona iman gətirsin. Başqa bir hədisdə o Həzrətdən belə nəql olunur: "Əgər yalan danışmaqlarınız və qəlbinizdəki pərakəndəliklər olmasaydı, şübhəsiz mənim eşitdiklərimi siz də eşidərdiniz." İmam Sadiq əleyhissalam belə buyurub: "Həqiqətən qəlbin iki qulağı vardır. İman ruhu ona xeyir şeyləri, şeytan isə şər işləri təlqin eləyir. Bunlardan hər biri qəlbə çalsa, digərini məğlub eləyər."